Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə kənar hədlərə görə orta hədlərin tapılması mövzusunun izahına baxacağıq. Ümumiyyətlə bu mövzu nədir və bu mövzu necə həll olunur? Bu mövzu sizə qıraqda rəqəmlər verib, bax görürsüz, burada da rəqəmlər var. Burada da rəqəmlər var. Və bunlardan ortadakı həddi almalısınız. Nə yolla alırsınızsa alın. Əsas odur ki, dördündə də uyğun gəlsin. Yazırsınız 29 ilə 35-i cəmlədi. Elədi 64 nəyin kvadratıdır? 8-in kvadratı. 93 ilə 51-i cəmləyir. Eləyir 144 nəyin kvadratıdır? 12-nin kvadratı. Cavab olacaq 93 ilə 132-ni cəmlədi. Elədi 225 nəyin kvadratıdır? 15-in kvadratı. Baxırsınız ikinci sualın izahına. 94 ilə 42-dən 68 alıb necə ala bilər? Ən birinci növbədə cəmləyin. 94 ilə 42-ni cəmlədi. Elədi 136, 2-yə böldü 68. 58 ilə 124-ü cəmlədi. Elədi 182, 2-yə bölür 91. 23 ilə 45-i cəmlədi 68, 2-yə böldü 34. 43 ilə 131-i cəmləyir, eləyir 174, 2-yə bölür 87, bu da olacaq C variantı. Baxırıq 3-cü sualın izahına. 5 ilə 8-dən 24 alıb necə alır? 5 ilə 8-i cəmləyir 13, 2-yə vurub 2 çıxır, eləyəcək 24. 7 ilə 10-u cəmləyir, eləyir 17, 2-yə vurub 2 çıxır, eləyəcək 32. 11 ilə 33-ü cəmlədi, elədi 44, 2-yə vurub 2 çıxır, bu da eləyəcək 86, A variantı. Baxırsınız 4-cü suala, neyir burada? 6-dan 2 çıxır, vurur, 7 çıxılsın 3. Yəni fərqlərini bir-birinə vurur, hamısında da ödəyir. Və bax, burada 5-dən 2 çıxır 3, 9-dan 1 çıxır 8, vurur bir-birinə 24. 8-dən 1 çıxır 7, 8-dən 0 çıxır 8. 7-ni 8-ə vurur 56. 6-dan 5 çıxır 1, 6-dan 4 çıxır 2. 1-i 2-yə vurur, eləyəcək 2. Baxırsınız 5-ci sual. Ümumiyyətlə 2 rəqəmli ədəd görəndə çalışın birinci ədədləri ya vurasınız bir-birinə, yaxud da toplayasınız. Baxırıq ki, 5-ci sualda bir-birinə vurur və toplayır. 2-ni 8-ə vurur 16, 4-ü 7-yə vurur 28. 16 ilə 28-i cəmlədi 44. 7 ilə 1-i vurdu 7, 5-i 3-ə vurdu 15. 7 ilə 15-i cəmlədi 22. 3-ü 4-ə vurdu 12, 1 ilə 8-i vurdu 8. Cəm elədi 20, A variantı. Daha sonra keçirik 6-cı sualın izahına. Neyir burada? Rəqəmləri bir-bir cəmləyin. 4 plus 1 plus 5 plus 0 eləyəcək 10. 2-yə vurub 1 çıxır, eləyir 19. 4 plus 8 plus 8 plus 3 eləyəcək burada 23. 2-yə vurub 1 çıxır, eləyəcək 45. B variantı. Baxırsınız 7-ci sualın izahına. 3 rəqəmli ədədlər görəndə qorxmayın. Əslində ən rahat suallar bu suallar sayılırlar. Çünki burada konkret ya cəm olur, ya rəqəmlərin hasili olur, yaxud da rəqəmləri baxın 18-i 3-ə bölür 6, 24-ü 4-ə bölür 6, 64-ü 8-ə bölür 8, 72-ni 9-a bölür 8, 36-nı 9-a bölür 4, 28-i 7-yə bölür 4 və yanaşı yazır. 16-nı 2-yə bölür 8, 27-ni 3-ə bölür 9. Yanaşı yazacaq, olacaq A variantı. Baxırsınız 8-ci suala. Baxın, sol tərəfdə verib 56 sizə, sağ tərəfdə 243, düzdürmü? Neyir burada? 56-dan çıxır 2 vur 4 vur 3. Yəni sol tərəfdən sağ tərəfin hasilini çıxır, eləyir 32. 73-dən çıxır 6 vur 4, 24. Bu da eləyəcək 49. 95-dən çıxacaq 7 vur 8, yəni 56. Bu da eləyəcək nə qədər? 39. B variantı. Baxırıq 9-cu suala.
Neyinir burada? 6'dan 4 çıxır 2, 7'dən 3 çıxır 4 və birləşir. Yəni birləşik yazır. 4'dən 1 çıxır 3, 7'dən 2 çıxır 5 və birləşik yazır. 8'dən 6 çıxır 2, 9'dan 1 çıxır 8 və birləşik yazır. 7'dən 3 çıxır 4, 8'dən 2 çıxır 6 və birləşik yazır. Baxırıq 10-cu sualın izahına. Yadınızda qalsın. 3 ilə 7-dən harda 58 alındığını görsəz, kvadratlardır. 3'ün kvadratı plus 7'nin kvadratı eləyəcək 58. 5'in kvadratı plus 2'nin kvadratı olacaq 29. 5'in kvadratı plus 2'nin kvadratı olacaq 29. 8'in kvadratı plus 6'nın kvadratı eləyəcək 100. 6'nın kvadratı plus 3'ün kvadratı eləyəcək nə qədər? 45. A variantı. Keçirik növbəti sualların izahına. Baxırıq 11-ci suala. Bayaq qeyd elədim ki, çox rəqəm görəndə neyinirik? Ya cəminə baxırsınız, ya hasilinə baxırsınız, ya da öz aralarında. Rəqəmləri cəmlə eləyəcək 13, rəqəmləri cəmlə eləyəcək 7. 13'dən 7 çıxır 6, kvadratda 36. Rəqəmin cəmi 19, rəqəmin cəmi 9, çıxdı 10, kvadrata yüksəltdi 100. Rəqəmin cəmi olacaq 18, rəqəmin cəmi 11. 18'dən 11 çıxır 7, kvadratda 49. B variantı. Baxırsınız 12-ci test tapşırığın izahına. Burada görürəm ki, 2 rəqəmli ədədlərdir. Neyinir burada? 6 ilə 3'ü topla, 2 ilə 4'ü vur, bir də topla. Olacaq 8 plus 9 elədi 17. 4 ilə 7'ni vurur 28, 3 ilə 3'ü toplayır 6. 28 ilə 6'nı toplayır 34. 4'ü 6'ya vurur 24, 1 ilə 2'ni cəmləyir 3. 24 ilə 3'ü cəmlədi 27. A variantı. Baxırıq 13-cü test tapşırığın izahına. 18 ilə 54'dən 36 alıb. 24'dən 37'dən 32 alıb. Neyini? Rəqəmləri bir-bir cəmləyir. Yəni 1 plus 8 plus 5 plus 4 necə elədi? 18, 2'yə vurdu 36. 2 plus 4 plus 3 plus 7 elədi neçə? 16. 2'yə vurdu 32. Daha sonra 4 plus 3 plus 6 plus 7 elədi 20. 2'yə vurdu eləyəcək 40. D variantı. Daha sonra baxırıq 14-cü test tapşırığın izahına. Neyinir 14-cü sualda? 8'dən 3 çıxır uşaqlar 5, 9'dan 5 çıxır 4. Neyinir? Yanaşı yazır. 6'dan 2 çıxır 4, 8'dən 6 çıxır 2. Neyinir? Yanaşı yazır. 5'dən 2 çıxır 3, 9'dan 1 çıxır 8. Neyinir? Yanaşı yazır. Olacaq 38. Baxırsınız 15-ci test tapşırığın izahına. 28-dən 14'dən 4 alır. 36'dan 6'dan 36 alır. Görürəm ki, ortalar nələrdir? Kvadratlar. 28'i bölür 14'ə, eləyirik 2, kvadratda 4. 36'nı bölür 6'ya, 6, kvadratda 36. 24'ü 3'ə böləcək 8, kvadratda 64. C variantı. Və bu suallarda, yəni görürsünüz ki, gəlmişik çıxmışıq 16-cı suala, heç bir sualın təkrarı yoxdur. Neyinir burada? Suallarda hər birində ürək istəyən əməli aparır və sən bunların arasındakı əlaqəni tapmalısan. Məsələn, 16'ya baxırıq ki, bunlar hamısı kvadratlardır, düzdürmü? 64 8'in kvadratıdır, 49 7'nin. 8 ilə 7'ni cəmlədi, 2'yə vurub plus 2 gəldi, elədi 32. 25 5'in kvadratıdır, 5 plus 4 də 2'nin kvadratıdır, 2. 2'yə vurub üstünə 2 gəlir, eləyir 16. 16 4'ün kvadratıdır, 64 də 8'in. 4 ilə 8'i topladı 12, 2'yə vurub plus 2 gəldi, elədi 26. B variantı. 17-ci suala baxırsınız, bu tipli sual artıq işləmişik. 7'dən 3 çıxır 4, 6'dan 2 çıxır 4. 4'ü 4'ə vurur 16. 4'dən 1 çıxır 3, 8'dən 2 çıxır 6. 3'ü 6'ya vurur 18. 8'dən 2 çıxır 6, 9'dan 1 çıxır 8. 6'nı 8'ə vurur 48. B variantı.
Baxırsınız 18-ci suala, nisbətən digər suallara baxanda çətindir və bir şey də qeyd edeyim ki, ola bilər ki, testləri işləyəndə siz də ayrı bir metod taparsınız, amma ola bilməz ki, siz ayrı metod tapasınız və fərqli cavab alasınız. Yəni eyni metodu sadəcə olaraq şəkil dəyişməsini ala bilərsiniz. O zaman yenə də cavab eyni olacaq. Yəni narahat olmayın. 42-ni neyinir? 4 ilə 2-ni cəmləyir, bölür 2-yə. Yəni bunun ədədi ortası, qısa desəm. Vurur bunların cəmi nə? 3 vur 11 elədi 33. Bir də təkrarlayıram çünki fərqlidir. 7 ilə 3-ü cəmləyir 10, 2-yə bölür 5. 3 ilə 4-ü cəmləyir 7. 7-ni 5-ə vurur 35. 5 ilə 3-ü cəmlədi, elədi 8, 2-yə böldü 4. 4 ilə 9-u cəmlədi 13. 13-ü 4-ə vurdu, neçə elədi? 52. B variantı. Baxırıq 19-cu sualın izahına. 63 ilə 47-dən 29 alıb. Bu tərəfi vurur, bu tərəfi toplayır, bir də toplayır. 6-nı 3-ə vurdu 18, 4 ilə 7-ni topladı 11. 18 ilə 11-in cəmi 29. 4 ilə 5-i vurdu 20, 7 ilə 6-nı topladı 13, cəmlədi elədi 33. 7 ilə 0-ı vurdu 0, 9 ilə 6-nı cəmlədi 15. 0 ilə 15-in cəmi 15, A variantı. 20-ci sualda elə bilin ki, bunun bacısıdır. Neyinir burada? 6 ilə 2-ni vurur, 3 ilə 4-ü toplayır, bir də toplayır. Yəni 7 plus 12, 19. 10 plus 2 bərabərdir 12. 10 plus 72 olacaq 82, D variantı. Daha sonra keçirik növbəti sualların izahına. Baxırıq 21-ci sualda yenə də 2 rəqəmli ədədlər verib. 42 ilə 79-u cəmləyirsən, eləyir nə qədər? 121. Kök çıxartdın, neçə elədi? 11, 2-yə vurdu, 22. 96 ilə 48-i cəmlədi, elədi 144, kök çıxartdı 12, 2-yə vurdu 24. 23 ilə 26-nı cəmlədi, elədi 49, kök çıxartdı 7, 2-yə vurdu 14, B variantı. 22-ci sualdan artıq işləmişik. Neyinir burada? 3-ü 5-ə vurur 15, 4-ü 2-yə vurur 8. 15-dən 8 çıxır 7. 4-ü 6-ya vurur 24. 1-i 7-yə vurur 7. 24-dən 7 çıxır 17. 4-ü 9-a vurur 36. 3-ü 7-yə vurur 21. 36-dan 21 çıxır. Neçə elədi? 15. A variantı. Daha sonra baxırıq 23-cü sualın izahına. 2-ni 8-ə vurur 16, 9-dan 4 çıxır 5, 16 ilə 5-i cəmlədi 21. 7-ni 3-ə vurdu 21, 8-dən 2 çıxdı 6. 21 ilə 6-nı cəmlədi 27. 8-i 6-ya vurdu 48, 7-dən 2 çıxdı 5. 48 ilə 5-i cəmlədi elədi 53, D variantı. Daha sonra baxırıq 24-cü sualın izahına. 44 ilə 28-dən 24 alıb. Necə alar? 44 ilə əvvəlcə 28-i cəmlə, 44 plus 28 eləcə 72. 3-ə bölür 24. 56 ilə 31-i cəmləyirsən edir 87, 3-ə bölürsən 29. 63 ilə 45-i cəmləyirsən edir 108, 3-ə bölürsən 36, B variantı. Daha sonra baxırıq 25-ci sualın izahına. 21 ilə 32-dən 40 alır. Bax 2-ni 1-ə vur 2 kvadratda 4. 3-ü 2-yə vur 6 kvadratda 36 və topla eləsin 40. Bir də izah edirəm. Qıraqların rəqəmləri hasilinin kvadratı topla. 1-i 5-ə vurur 5 kvadratda 25, 2-ni 3-ə vurur 6 kvadratda 36, cəmlədi elədi 61, bu da olacaq sizdə Y variantı. Daha sonra baxırıq növbəti sualların izahına. Baxırsınız 26-cı sualın izahına. Burada neyinir? 6-dan 3 çıxır 3, kvadratı 9, 7-dən 2 çıxır 5, kvadratı 25 və toplayır. Demək ki, hər iki tərəfi bir-birindən çıxır, kvadrata yüksəldir, toplayır. 7-dən 6 çıxır 1, kvadratı 1, plus 7-dən 0 çıxır 7, kvadratı 49. Bu elədi necə? 50, C variantı. Daha sonra
baxırıq növbəti sualların izahına. Baxırsınız 27-ci sualı. Bu tipli sualdan işləmişik. Bir saniyə baxın, sonra isə izah eləyim. 6-nı 4-ə vurur 24, 2-ni 7-yə vurur 14. 24-dən 14 çıxır 10. 4-ü 8-ə vurur 32, 5-i 6-ya vurur 30. 32-dən 30 çıxır 2. 6-nı 3-ə vurur 18, 2-ni 1-ə vurur 2. 18-dən 2 çıxır 16. B variantı. Baxırsınız 28-ci test tapşırığının izahına. Neyinir burada? 23 ilə 44-dən 42 alır. Əvvəlcə cəmlə 23 plus 44 elədi 67. 67-dən 42-ni necə alarsan? 6-nı 7-yə vurarsan. 48 ilə 35-i cəmlədi 83. 8 3-ə vurdu 24. 69 ilə 24-ü cəmləyib 93. 9 3-ə vurur 27. Bu da eləyəcək A variantı. Baxırsınız 29-cu suala. 46 ilə 31-i cəmlə. Ümumiyyətlə, qabağınıza nəsə rəqəm çıxanda ya toplayın, ya vurun, ya çıxın bir-birindən. Baxın da, bütün əməlləri eləyəcəksiniz və görürsünüz ki, 29-a qədər çatmışıq, 2-3-ü bir-birinin təkrarıdır, yəni kombinasiya cəhətdən qalan hamısı fərqlidir. 46-dan 31-i cəmlədi 77, 7-dən 7-ni cəmlədi 14. 29 ilə 38-i cəmlədi 67, 6 ilə 7-ni cəmlədi 13. 74 ilə 47-ni cəmləyəcək, eləyəcək 121. Rəqəmləri cəmləyir, eləyəcək nə qədər? 4. Baxırsınız 30-cu suala. Böyük rəqəm görəndə nə edirik? Qorxmuruq. 18-i 6-ya bölür 3, 42-ni 3-ə bölür 14, yanaşı yazır. 72-ni 9-a bölür 8, 64-ü 4-ə bölür 16, yanaşı yazır. 36-nı 2-yə bölür 18, 49-u 7-yə bölür 7 və nə edir? Yanaşı yazır. C variantı. Keçirik növbəti sualların izahına. Baxırıq burada 31-ci suala. 66 ilə 26-dan 3 alıb. Görürəm ki, ortada balaca rəqəmlər var. Vurur və bölür bir-birinə. 6-nı 6-ya vurur 36, 2-ni 6-ya vurur 12, bölür eləyir 3. 4-ü 4-ə vurur 16, 1-i 4-ə vurur 4, böldü elədi 4. 7-ni 8-ə vurur 56, 7-ni 4-ə vurur 28. 56-nı 28-ə bölür eləyir 2, C variantı. Baxırsınız 32-ci suala. 38 ilə 47-dən 13 alıb. Rəqəmləri cəmləyərəm. 38 plus 47 eləyir 85. 8 ilə də 5-i cəmlədi 13. 46 ilə 29-u cəmlədi. Elədi 75. 7 ilə 5-i cəmlədi 12. 63 ilə 78-i cəmləyir. Eləyir 141. 1 plus 4 plus 1 eləyəcək 6 A variantı. Baxırsınız 33-cü suala. 81 ilə 144-dən 15 alıb. 81 ilə 144-ü cəmlə eləsin 225, kökə salıb 15. 42 ilə 79-u cəmləyib 121, kökə salıb 11. 93 ilə 76-nı cəmləyib 169, kökə salıb 13, B variantı. Daha sonra 34-cü suala baxırıq. Neyinir burada? 4-ü 8-ə vurdu 32, 2-ni 2-yə vurdu 4. Neynədi? Çıxdı bir-birindən. Bu tərəfdən bu tərəfi çıxır. 7-ni 8-ə vurur 56, 4-ü 6-ya vurur 24. 56-dan 24 çıxır 32. 9-u 3-ə vurur 27, 5-i 5-ə vurur 25. 27-dən 5 çıxır 2. Baxırsınız 35-ci suala. Yenə də eyni qaydada. Baxıram ki, burada rəqəmlər ortadakı balacadır rəqəmlər. 6-nı 4-ə vursam 24, 3 ilə 1-i cəmləsəm 4 və bir-birinə bölsəm, yəni bunu bura bölsəm. 4 ilə 7-ni vurdum 28, 4 ilə 3-ü cəmlədim 7. 28-i 7-yə böldüm 4. 9-u 6-ya vurdum 54, 1 ilə 8-i cəmlədim 9. 54-ü bölürsən 9-a eləyir 6. Baxırıq növbəti sualların izahına. Baxırsınız 36-cı suala. 17 ilə 23-dən 13 alır. Ağlıma gəlir ki, rəqəmləri bir-birinə vurum. 7 plus 6, 13. Olacaq 45 plus 14 eləyəcək 59. Bu da bizdə olacaq D variantı. Daha sonra 37-ci sualda neyinir burada?
Bir-birinə vur hələ. 6-nı 7-yə vur 42, 7-ni 4-ə vur 28. Çıx bir-birindən eləsin orta. 5-i 8-ə vurur 40, 8-i 3-ə vurur 24. Çıxır, yazır ortaya. 8-i 8-ə vurur 64, 8-i 6-ya vurur 48. Çıxır, yazır ortaya. Baxırsınız 38-ci suala. Görürəm ki, bu rəqəmlərdən ortanı birinci ağlıma cəmləmək gəlsin. 47 plus 55 elədi nə qədər? Tak, 2, 102, düzdürmü? 1 çıxır, eləyir 101. Və salam toplayıb 1 çıxır. 73 ilə 44-ü cəmləyəcək, eləcək 117, 1 çıxır, 116. Bununla bunu cəmlə və 1 çıx. Baxırsınız 39-cu suala. Demək, ortadakı görəm kvadratlardır. 48-dən 34 çıxıram, eləyir 14. 1 plus 4 kvadratı eləyir 25. 69-dan 62 çıxıb. Kombinasiya necədir? Bir-birindən çıxır, iki rəqəmlərdirsə toplayır, kvadrat yüksəldir. Tək rəqəm isə sadəcə kvadrata yüksəldir. 69-dan 62 çıxır. 7 kvadratda 49. 56-dan 52 çıxır. 4 kvadratda 16. B variantı. Daha sonra keçirik 40-cı suala. Rahat sualdır. Bu rəqəmlərdən ortanı görək necə alıb. 3-ü 2-yə vurur 6, 4-ü 7-yə vurub 28, yanaşı yazır. 4-ü 3-ə vurur 12, 5-i 1-ə vurur 5 və yanaşı yazır, olur 125. Daha sonra baxırıq biz burada 41-ci suala. 42 ilə 51-dən 98 alıb. Necə alır? 42 ilə 51-i cəmləyirsən, eləyir 93. Sadəcə üstünə 5 gəlib 98. 33 ilə 64-ü cəmləyirsən, eləyir nə qədər? Demək, 97 plus 5 gəlib 102. 49 ilə 26-nı cəmləyir, eləyir 75 plus 5 gəlir 80. C variantı. Baxırsınız 42-ci suala. Nə edir burada? 83 ilə 74-dən 15 alır. 8-dən 3 çıxır 5, 7-dən 4 çıxır 3. 5-i 3-ə vurur 15. 9-dan 2 çıxır 7, 8-dən 2 çıxır 6. 7-ni 6-ya vurur 42. 6-dan 3 çıxır 3, 7-dən 5 çıxır 2. 3-ü 2-yə vurur, eləyir neçə? 6. Y variantı. Baxırsınız 43-cü suala. 93 ilə 78-dən 33 alır. Necə alır? 93-dən 78 çıxaram, eləyər 15. 2-yə vurub plus 3 gəlir, eləyir 33. 56-dan 44 çıxır 12, 2-yə vurub plus 3 gəlir 27. 86-dan 47 çıxır, eləyir nə qədər? 9, 39, 2-yə vurub plus 3 gəlir. Bu da eləyəcək neçə? 81. C variantı. Baxırsınız, zəhmət olmasa 44-cü suala. 47 ilə 51-dən 33 alır. Neyə bilər? Vuraram, 4-ü 7-yə vurub 28, 5-i 1-ə vurub 5. 28-dən 5-i cəmləyib 33. 9-u 4-ə vurub 36, 6-nı 3-ə vurub 18. Toplayıb eləyib orta. 3-ü 8-ə vurur 24, 9-u 3-ə vurur 27. 24 ilə 27-nin cəmi eləyir 51. B variantı. Baxırsınız 45-ci suala. Tək ədədlər verib burada, yəni cüt yox, tək necə? Yəni, baxın, 6, 2. Yəni, 2 rəqəmli ədəd deyil, tək rəqəmli ədəd. 6, 2-dən 32-ni. Ancaq alar 6-nın kvadratı minus 2-nin kvadratı eləyir 32. 9-un kvadratı minus 5-in kvadratı eləyir neçə? 56. 12-nin kvadratı minus 5-in kvadratı, yəni 144 minus 25 eləyəcək 119. D variantı. Daha sonra keçirik biz 46-cı test tapşırığın izahına. 3 rəqəmli ədədlərdir, ortada da balaca rəqəmlərdir. Ağlıma gəlir ki, bunları cəmləyim. 19 buradır, 10 buradır. Neyinir? Çıxır bir-birindən və salam. Burada eləyəcək 20, bunun da cəmi eləyəcək 13. 20-dən 13 çıxır 7. Bu qədər sadə. 47-yə baxırsınız, zəhmət olmasa 6 ilə 8-dən 34 alır. Necə alır? 6-nı 8-ə vur 48, 6 ilə 8-i topla 14. 48-dən 14 çıxır 34. 7-ni vurur 12-yə, eləyəcək nə qədər? 84. 7 ilə 12-ni cəmləyir 19.
çıxır bir-birindən eləyir 65. C variantı. Baxırsınız 48-ci suala. Bu da bu sualın başqa bir formasıdır. 12-ni 3-ə vurur 36. 12 ilə 3-ü cəmləyir 15. 36 ilə 15-in cəmi 51. 8-i 7-yə vuracaq 56. 8 ilə 7-ni cəmləyir 15. 56 ilə 15-in cəmi elədi 71. C variantı. Baxırsınız 49-cu test tapşırığın izahına rəqəmləri sadəcə toplayır, tərs çevirir. 19 ilə 13-ü cəmlədin 32, tərs çevirdin 23. Demək 63 ilə 34-ü cəmləyirsən 97, tərs çevirdin 79. 58 ilə 25-i cəmləyirsən eləyir 83, tərs çevirirsən 38. B variantı. Baxırsınız 50-ci test tapşırığın izahına 26 ilə 31-dən 32 alır. Neyinlər burada? Rəqəmləri cəmlə 8. Bunu da cəmlə eləsin 4. Bir-birinə vur 32. 4 ilə 5-i cəmləyib 9. 6 ilə 1-i cəmləyib 7. 9-u 7-yə vurur 63. 3 ilə 4-ü cəmlədi 7. 5 ilə 3-ü cəmlədi 8. 7-ni 8-ə vurdu elədi 56. B variantı. Daha sonra baxırıq burada 51-ci test tapşırığının izahına 7 ilə 5-dən 54 alıb, düzdürmü? Birinci tərəfin kvadratın üstünə gəlib bunu. İfşo 4-ün kvadratı 16 plus 8 24. 5-in kvadratı 25 plus 9 eləyir 34. D variantı. Daha sonra baxırsınız 52-ci test tapşırığının izahına. Görürəm ki, burada 68 43-dən 52 verib. 68-dən 43 çıxır 25, neyinir? Tərs çevirir 52. 56-dan 19 çıxır 37, neyinir? Tərs çevirir 73. 65-dən 33 çıxır 32, tərs çevirəcək 23. B variantı. Baxırsınız 53-cü suala. Neyinir burada? Bax 4-ün kubu 64. 2-nin üstü 5, 32. 3-ün üstü 4, 81. 7-nin üstü 2 olacaq 49. C variantı. 54-cü sual rahat gəlməlidir sizə, çünki bu sualdan bir neçəsini işləmişik. 8-dən 2 çıxır 6, 6-dan 3 çıxır 3, birləşik yazır. 9-dan 5 çıxır 4, 4-dən 3 çıxır 1, birləşik yazır. 8-dən 1 çıxır 7, 5-dən 3 çıxır 2, birləşik yazdı, oldu B variantı. Baxırsınız 55-ci suala. 19 ilə 38-dən 12 alır. 19 ilə 38-i cəmlə eləyəcək 57, 5 ilə 7-ni cəmləyir 12. 24 ilə 47-ni cəmləyir eləyir 71, 7 ilə 1-i cəmləyir 8. 46 ilə 78-i cəmləyir eləyir 124. 4 ilə 2-ni cəmlədi 6 plus 1 elədi 7. B variantı. Baxırsınız 56-cı suala. 84 ilə 37-dən 94 alıb. 65 ilə 59-dan 12 alıb. Neyinər? 84-dən 37 çıxar. Eləyər nə qədər? 47. 2-yə vurar 94. Aydındırmı? 65-dən 59 çıxar 6. 2-yə vurar 12. 36-dan 22 çıxır 14, 2-yə vurur 28. A variantı. Baxırıq növbəti sualların izahına. Ümidvaram ki, bura qədər hər şeyi başa düşmüsünüz. 57-ci sual görmə məntiqidir. 49 nəyin kvadratıdır? 7-nin. 36 nəyin kvadratıdır? 6-nın. 81 nəyin kvadratıdır? 9-un. 64 nəyin kvadratıdır? 8-in. Bu da olacaq B variantı. Baxırsınız 58-ci suala. Çox rəqəmlərdir. Rəqəmləri cəmləyirəm, görəm bir şey vermiş. Vurun bir-birinə. 2-ni 2-yə vurdun 4, 5-ə vurdun 20. Düzdürmü? 1-i 4-ə vurdun 4, 9-a vurdun 36. Neyinir? Sağ tərəfdən solu çıxdı. 1-i 6-ya vurdu 6, 3-ə vurdu 18. 3-ü 2-yə vurur 6, 4-ə vurur 24. 24-dən 18 çıxır 6. B variantı. Baxırsınız 59-cu suala. 49 ilə 35-dən 7 alır. 49-dan 35 çıxır 14. 2-yə bölüb yazır ortaya. 98-dən 36 çıxır. Eləyir 62. 2-yə bölüb yazır ortaya. 88-dən 18 çıxır. Eləyir 70.
2-yə bölür, ortaya yazır. Bu deyir D variantı. Baxırsınız 60-cı test tapşırığın izahına. Çox rəqəmlər görəndə demişəm ki, neyin rəqəmləri birinci cəmləyin. 2 ilə 8-i cəmlə 10 plus 6 bu elədir 14. Bunun da cəmi elədir 18, düzdürmü? 14 ilə 18-i cəmlə böl 2-yə. Yox, 10-dur, bu 16 elədir bu. 16 ilə 18-i cəmlədir 34. 2-yə bölür 17. Yəni bu tərəfin rəqəmləri cəmi plus bu tərəfin rəqəmləri cəmi bölür 2-yə yazır ortaya. Bax 6 ilə 8 14 plus 4 18. 9 ilə 5 14 plus 8 22. Düzdürmü? 18 ilə 22-ni cəmlədi. 42-yə böldü 20. Bunun rəqəmləri cəmi eləyəcək 10. Bunun rəqəmləri cəmi eləyəcək 16. Cəmlədi böldü 2-yə. 26 böl 2 bu da eləyəcək 13. B variantı. Bugünlük bu qədər. Biz kənar həlləri ortadələrin tapılması mövzusunu Etibar Lətifin kitabından tam şəkildə baxdıq. Həm yeni qoşulan tələbələr üçün, həm mənim öz tələbələrim təkrara baxmaq istəsə bu videodan yararlana bilərlər. İnşallah ki, növbəti videolarda ardıcıl olaraq paylaşacağam. Uğurlar hər birinizə. Sağ olun.